Salam əziz şagirdlər, İngilis dili 2025-ci il abituriyentlər üçün tapşırıqlar toplusu Güvən Nəşriyyatın 1-ci nəşrindən 10-cu sinif sınağını izah edəcəm. Grade 10-cu sinif. Choose the correct word. Birinci. You can wear. Sən geyinə bilərsən. On your feet inside your shoes. Sən ayaqqabının içərisində geyinə bilərsən. A. Socks. B. Gloves. C. Earning. Trousers. Hats. Socks. Çorap. Gloves. Əlcək. Earning. Sırqa. Trousers. Şalvar. Hats. Şlyapa. Əlbəttə ki, A bəndi socks. İkinci. Choose the line of countable nouns. Sayılan isim olan cərgəni seçirik. A bəndi golf, week. Week həftədir sayılır, golf isə idman adıdır, sayılmır. B. Trip, snow. Trip səyahətdir, snow isə qardır, sayılmır. C bəndi sofa, gold. Sofa divan sayılır, gold qızıl sayılmır. D bəndi carrot, kök, parrot, tutuquşu. Hər ikisi sayılır. E. Topic mövzu. B bəndi burada uyğun gəlir. Carrot, parrot sayılan isimdir. Üçüncü. Match the harvest. Biz uyğunlaşdıracağıq 1, 2, 3'ü A, B, C ilə. A drop of water. Bir damcı su. A sheet of paper. Bir parça kağız. A slice of bread. Bir dilim çörək. Deməli, birinci B ilə, ikinci C ilə, üçüncü isə A ilə uyğunlaşır. Variant 1B, 2C, 3A, A bəndi. Dördüncü. Choose the correct variant. Africa is the hottest part of the world. Afrika qitəsi, materiki, ölkəni bildirir. Burada onu qeyd edim ki, coğrafi adlar, əgər coğrafi adlar cəmlənmirsə, onların qarşısında heç zaman Z artiklı işlənmir. Sifətin üstünlük dərəcəsi Z artiklından işlənir. Dünya isə Z artiklından işlənir. Tək varlıqdır. Deməli, variant burada olacaq B bəndi. Beşinci. City is situated near the Nile River. The city is situated near the Nile River. Deməli, həmin şəhər Nil çayının sahilində yerləşir. Altıncı. B bəndi uyğun gəldi. Choose the line of plural nouns. Cəmdə olan isimləri tapırıq. Goose, choose. Təkdə olan isimlərdir. Qaz, bir də diş. B bəndi shorts, woman. Shorts cəmdir. Woman isə təkdədir. Twins, child. D bəndi oxen, cəm. Progress təkdədir. Əziz şagirdlər, test edərkən diqqət yetirin ki, sonu 2 s şəkilçisi ilə bitən sözlərin əksəriyyəti sayılmayan sözlərdir. E bəndi clothes, paltarlar. Mice, sıçanlar. E bəndi düzgündür. 7. Choose a line of compound nouns. Mürəkkəb isim olan cərgəni seçəcəyik. Mürəkkəb isimlər iki sözün birləşməsindən əmələ gəlir. Defslə, ayrı-ayrı və bitişik yazılır. A bəndi seaside, dəniz kənarı, inventə, ixtiraçı. Deməli, seaside mürəkkəbdir, invent isə derivative, düzəltmədir. B bəndi headache, baş ağrısı mürəkkəbdir, computer sadədir. C bəndi armchair, kreslo, homework, ev tapşırığı. Hər ikisi mürəkkəb isimdir. Variant C düzgündür. D-də seaport, dəniz limanı uyğundur. Explanation yox. E bəndində instruktor düzəltmədir. Classroom isə, sinif otağı isə mürəkkəb isimdir. 8. Choose a correct variant. What's that knows? Is his 10th film? O onun 10-cu filmidir.
Əziz şagirdlər, qeyd edim ki, yerlik əvəzliyi olan yerdə biz sıra saylarında heç vaxt z artiklı işlətmirik. 9-cu sual. Choose the correct variant, düzgün variantı seçəcəyik. Burada sıra sayları qeyd edilmiştir. Birinci, a thousand times, 1000 dəfə. İkinci, hundred of times, bu səhvdir. Üçüncü, 200 books, 2000 kitab. Dördüncü, 200 of books, bu variantda səhvdir. Belə tipli testləri edərkən bir nüansa toxunmalıyıq. Miqdar sayı, kardinal namberi taparkən onu qeyd edim ki, hundred, thousand, milyon, bilyon və sair saylar artiklından işlənir. Bu zaman sayı cəmləmir. Yəni artiklı yazılıbsa 100 şəkilçisi qəbul etmir. Sadəcə onunla işlənən isimlər cəmlənir. Əgər cümlənin içərisində of prepositioni varsa, bu zaman hundreds ola bilər, lakin onun qarşısında nə en artiklı, nə də ki say yazılmır. Deməli, burada birinci və üçüncü cavablar düzgündür. Variant D. 10-cu sual. Choose the correct sentences with the noun in the possessive case. Yerlik halda olan düzgün cümləni seçəcəyik. Birinci, Susan's hair is black. Suzanın saçı qaradır. Bu yerlik haldadır. İkinci, the weather is cold today. Hava bugün soyuqdur. Bu yerlik halda değildir. To be köməkçi fe'l işlənilib. Üçüncü, Danny has got brown eyes. Danny'nin qəhvəyi saçları vardır. Burada da yerlik halda işlənməyib. Dördüncü, Sally's uncle work in a factory. Sally'nin əmisi fabrikdə işləyir. Bu doğrudur. Deməli, birinci ilə dördüncü doğrudur. Variant B. 11-ci sual. Choose a correct variant. Düzgün variantı seçək. A month's plan. Bir ayın planı. Bu doğrudur. 2 weeks holiday. Bu səhvdir. Əgər ismin qarşısında say, miqdar sayı gələrsə, isim cəmlənir. Orada olmalıydı 2 weeks apostrof holiday. Və isim cəmlənərkən apostrofdan sonra is şəkilçisi yazılmır. Üçüncü, yesterday's news. Bu da səhvdir. A minutes talk. Bir dəqiqəlik söhbət. Variantda 1, 4 bəndi uyğun gəlir. 12. Choose a correct variant. Variantı seçək. A'da to be in hurry. B'də to have good time. To have a good time olmalıydı. C'də to tell a lie. Əlbəttə ki, variant C uyğundur. Bir yalan danışmaq. On the left olmalıydı D'də. E'də isə to tell the truth olmalıydı. Doğru danışmaq. 13-cü sual. Choose the correct variant. Düzgün variantı seçək. I drank water but she drank glasses of water. Bu quantifier'sı tap deməkdir. Yəni kəmiyyət bildirən sözlər. Kəmiyyət bildirən sözləri tapmaq üçün ismin sayılan sayılmayan olduğuna nəzər yetirmək lazımdır. Sayılan isimlər many, few, a few, several ilə işlənir. Sayılmayan isimlər isə much, a little, little-la. Həm sayılan, həm də sayılmayan isimlərlə işlənən a lot of, lots of, enough, more. Burada sayılmayan isimdir water. Onu little-la qəbul etsək, mən az su içirəm. But she drank many glasses of water. O isə çox stəkan su içir. Yəni çoxlu su içir. B'də much, mən çox su içirəm, uyğun gələ bilər. Lakin only'dən sonra həm a few gəlməlidir, ya da ki only'dən sonra a little gəlməlidir. C'də a lot of, mən çoxlu su içirəm. A little glasses ola bilməz. A little sayılmayan isimlə işlənir. D'də a little, a lot of yazılmayıbdır. Bu səhvdir.
Few vote ilə işləmir. Many glasses ilə işlənə bilər. 14-cü sual. Choose a correct variant, düzgün variantı seçək. Burada da quantifiers'dan söhbət gedir. Do you have friends in this part of the city? Öncə friends cəmdədir. No, I don't. Xeyr. I have friends in this part of the city. Sənin şəhərin bu hissəsində çoxlu dostlarım var. Xeyr. Mənim şəhərin bu hissəsində az dostum var. Cümlə belə qurulacaqdır. Many, few istifadə edəcək D bəndi. 15-də 15-ci sual. Choose the correct variant, düzgün variantı seçək. You ask me so, sən mənə so, very, to əgər cümlədə yazılarsa, təbii ki onlar a little, a few ilə işlənməyəcək, a lot of-la da işlənməyəcək. Burada isim cəmdə olduğu üçün biz so many götürəcək. You ask me so many questions. 16-cı sual. Choose the correct variant, düzgün variantı seçək. Birinci, a baby clothes, bir uşaq paltarları, bu səhvdir. Əgər iki isim yan-yana gələrsə, onun qarşısındakı artikel ikinci ismə aiddir. Baby burada təyin edici roldadır. Bir uşaq paltarları deyə bilmərik. Burada olmalıdır baby clothes. İkinci, a clothes shop, bir paltar dükkanından söhbət gedir. Əlbəttə ki, dükkana aid olduğuna görə bu ikinci düzdür. Police station, bu da düzdür. Polis toplu söz olduğuna görə artiklından işlənmir. Sadəcə iki isim yan-yana gələndə burada təyin edici rolda olduğu üçün police station düzgündür. Wood furniture isə səhvdir. Bir taxta mebel. Burada mebel sağ-elməyən isimdir və sağ-elməyən isimlər en artiklından işlənmir. Deməli 16-cı sualda cavab 2, bir də 3 D bəndi uyğun gəldi. Əziz şagirdlər, bu tipli izahların davamının gəlməsi üçün kanalıma abunə olub like atmağı unutmayın. Növbəti izahlarda görüşmək ümidi ilə. Bye bye.